Eyfel qülləsini satan adam özdə bir dəfə yox, iki dəfə. Yox, bu lətifə deyil. Bu tarixdə baş vermiş real hadisədir. 1925-ci ildə bir adam Parisin ortasında, hamının gözü qabağında dünyanın ən məşhur abidəsini metal qırıntısı kimi satdı. Pulu götürdü, qatara mindi, getdi. Ən maraqlısı nədir bilirsiniz? Aldadılan adam. Utandığından polisə şikayət etmədi və bizim qəhrəman bunu əvvəlcədən bilirdi. Viktor Lustig. Tarix ona bir titul verdi. Yaşamış ən hamar fırıldaqçı. Bu gün sizə onun hekayəsini danışacağam. Sonda isə biləcəksiniz, bu hekayə əslində fırıldaqçı haqqında deyil, bizim hamımız haqqındadır. Əvvəldən başlayaq. 1890-cı il Avstriya Macarıstan imperiyası, kiçik bir Bohemiya şəhəri. Viktor orta təbəqədən olan ailədə doğulur. Atası tütün satçısıdır. Hətta bir müddət şəhərin meri olub. Yəni Viktor küçə uşağı deyildi. Savadlı, tərbiyəli, bir neçə dildə danışan bir gənc idi. Almanca, çekcə, ingiliscə, fransızca, italyanca. Amma onun əsl istedadı bu deyildi. Gənc yaşından okean gəmilərində varlı sərnişinlərlə kart oynayır. Onların etibarını qazanır və ciblərini boşaldırdı. Birinci Dünya müharibəsi gəmi biznesini bağlayanda Viktor Amerikaya köçdü. Orada onun ən məşhur ixtirası ortaya çıxdı. Rumun qutusu. Balaca taxta bir qutuydu. Viktor iddia edirdi ki, bu qutu pul çap edir. İçinə 100 dollarlıq əskinas qoyursan, 6 saat gözləyirsən, qutu sənə əsl 100 dollarlıq verir. Sir sadə idi. Qutunun içində əvvəlcədən 2-3 əsl əskimas gizlədilirdi. Alıcı qutunu 1000 dollarlara alırdı. Evə aparırdı. İlk 2 çap işləyirdi, üçüncüdə isə qutu susurdu. Alıcı isə polisə gedə bilmirdi. Çünki özü pul saxtalaşdırmaq üçün maşın almışdı. Lustig qurbanlarını elə seçirdi ki, onlar şikayət edə bilməsinlər. Bu onun imzası idi. İndi əsas hekayəyə gələk. 1925-ci il Paris. Lustig otel otağında qəzet oxuyur. Gözünə bir məqalə dəyir. Eyfel qülləsinin saxlanması şəhərə çox baha başa gəlir. Qüllə paslanır, rənglənməsi lazımdır. Təmiri milyonlar tələb edir. Məqalədə bir cümlə var. Bəlkə də şəhər bir gün onu sökməli olacaq. Adi adam bunu oxuyub səhifəni çevirər. Amma Lustig planını gördü. Bilirsiniz, Eyfel qülləsi bizim təsəvvür etdiyimiz kimi həmişə sevilməyib. 1889-cu ildə Ümumdünya sərgisi üçün tikilmişdi və parislilər ona nifrət edirdi. Yazıcı Maupassant onu Sıska piramida adlandırırdı və hər gün qüllənin restoranında nahar edirdi. Çünki deyirdi ki, Parisdə qülləni görmədiyim yeganə yer buradır. Qüllə müvəqqəti tikili idi. Sökülməsi nəzərdə tutulmuşdu. Lustig bu tarixi bilirdi və bilirdi ki, yalan nə qədər həqiqətə yaxın olsa, bir o qədər güclü olar. Plan işə düşür. Lustig saxtakarlıq ustasına dövlət blankları sifariş edir. Özünə vəzifə uydurur. Poçt və Teleqraf Nazirliyinin baş direktor müavini. Sonra Parisin ən bahalı otelində 5 metal qırıntısı tacirini gizli görüşə dəvət edir. Otaq bahalı, blanklar möhürlü, danışıq inandırıcı. Lustig onlara, cənablar, hökumət Eyfel qülləsini sökmək qərarına gəlib deyir. Xalq buna qarşı çıxacaq. Ona görə hər şey gizli aparılır. Siz şəhərin ən etibarlı iş adamları kimi seçirmisiniz. Kim 7000 ton metalı alacaq? Tacirlərin gözləri parıldayır. Amma Lustig artıq öz qurbanını seçib. André Poisson. Niyə məhz o? Çünki Poisson özünə əmin deyildi. Paris cəmiyyətinin yuxarı dairələrinə girmək istəyən, özünü sübut etməyə can atan bir adam idi. Lustig bilirdi, ən yaxşı qurban ac olan deyil, təsdiq axtarandı. Və burada Lustig dahiyanə bir gediş edir. Poisson şübhələnməyə başlayanda Lustig onu kənara çəkir və rüşvət istəyir. Deyir ki, mən dövlət məmuruyam, maaşım azdır. Bu sövdələşməni sənin xeyrinə həll edə bilərəm, amma mənə də bir şey düşməlidir. Və məhz bu an Poissonun bütün şübhələri yox olur. Çünki rüşvət istəyən məmur əsl məmurdur. Saxta adam pul istəməz. Poisson çeki yazır, üstündə də rüşvəti nağd verir. Lustig həmin axşam Viyana qatarındadır. Poisson bir neçə gündən sonra hər şeyi anlayır və heç kimə heç nə demir. Nə polisə, nə arvadına, nə dostlarına. Çünki Parisin gülüş hədəfinə çevrilmək puldan baha idi. Lustig Viyanada oturub hər gün Paris qəzetlərini oxuyurdu. Xəbər yox idi və o zaman tarixdə heç kimin ağlına gəlməyən qərarı verdi. Qayıdıb gülləni bir də satmaq. Həmin il, həmin şəhərdə, həmin sxemlə ikinci qurban tapıldı, sövdələşmə hazırlandı. Amma bu dəfə alıcı son anda polisə müraciət etdi. Lustig Amerikaya qaçdı. Qüllə 2 dəfə satılmışdı və Lustig bir gün belə həbsdə oturmamışdı. Amerikada isə onu tarixin ən təhlükəli görüşü gözləyirdi. Lustig Chicagoya gedib Al Capone'nin qapısını döydü. Bəli, həmin Al Capone, Amerikanın ən qorxulu mafiya rəhbəri. Lustig ona, mənə 50.000 dollar ver, 2 aya 2 qat qaytaracam dedi. Capone pulu verdi və Lustigin gözünün içinə baxıb dedi ki, qaytarmasan səni tapacaqlar. 2 ay sonra Lustig qayıtdı. Pulu masaya qoydu və dedi, təəssüf ki, plan alınmadı, sizin pulunuzu qaytarıram. Capone şoka düşdü. Onun dünyasında pul qaytaran adam yox idi. Capone bu dürüstlüyə o qədər təsirləndi ki, Lustigə 5.000 dollar mükafat verdi. İndi diqqət edin, Lustigin heç bir planı yox idi. Pul 2 ay seyfdə yatmışdı.
Bütün əməliyyat elə həmin $5000 üçün qurulmuşdu. O, Al Capone'ni aldatdı və mükafat da aldı. Buna ustad sinifi deyilir. Amma hər hekayənin sonu var. 30-cu illərdə Lustig daha böyük oyuna keçdi. Saxta pul çapına. Bu artıq fırıldaq deyildi. Amerika iqtisadiyyatına hücum idi. Gizli xidmət onun arxasına düşdü. 1935-ci ildə tutuldu. Məhkəmədən bir gün əvvəl New Yorkun federal həbsxanasından mələfələrdən hörülmüş iplə qaçdı. Pəncərədən düşəndə camaat ona baxırdı. O isə əlində əski, şüşə silən fəhlə rolunu oynayırdı. Camaat inandı. Bir ay sonra yenidən tutuldu və Alcatrasa göndərildi. Amerikanın ən sərt həbsxanasına. Orada dəmir barmaqlıqların arxasında dünyanın ən hamar dili sustu. 1947-ci ildə xəstəlikdən dünyasını dəyişdi. Ölüm şəhadətnaməsində peşə qrafasında satış üzrə mütəxəssis yazılmışdı. Hətta ölümü belə ironiya ilə imzaladı. Lustigin öz qaydaları vardı. Fırıldaqçının 10 əmri adlanan siyahı. Birinci qayda: heç vaxt darıxdırıcı olma. İkinci, qarşındakını danışdır, özün sus. Üçüncü, qarşındakının siyasi baxışları ilə razılaş, dini baxışları ilə razılaş. Yəni, insana onun eşitmək istədiyini ver. Lustig heç kimi zorla inandırmayıb. O sadəcə insanların özlərinin inanmaq istədiyi şeyi onlara satıb. Poisson önəmli adam olduğuna inanmaq istəyirdi. Qutu alanlar asan pula inanmaq istəyirdi. Capone dünyada dürüst adam qaldığına inanmaq istəyirdi. Lustig güzgü idi. Hər kəs orada öz arzusunu görürdü. İndi ətrafınıza baxın. Sizə 6 saata pul çap edən qutu satan yoxdur ki, telefonunuzdakı sürətli qazanc reklamları, bir aya milyonçu ol kursları, yalnız bu gün, yalnız sizə endirimləri. Lustig öldü, amma sxemi yaşayır. Çünki sxem qutuda deyildi. Sxem bizim başımızdadır. Bura pərdə arxasıdır. İzləmədə qal.